Salam dostlar, bugün 5-ci sinif təbiət iş dəftəri 2-ci hissə mövzu 29-u başa salacağım. Biz cisimləri necə görürük? İş vərəqi 1, işıq mənbələri, səhifə 26, 27 və 28. Birinci tapşırıq. Şəkildə göstərilmiş cisimlərdən bəzilərinin işıq yaydığına görə, bəzilərinin isə işığı əks etdirdiklərinə görə görürük. İşıq mənbəyi olan cisimlərlə işıq mənbəyi olmayan cisimləri fərqləndirib adlarını uyğun sütunlara yazın. İşıq mənbəyi olanlar, birinci şəklə baxırıq, maşın. Maşına tam əmin deyiləm işıq mənbəyi olub olmadığına. Çünki maşın fənərləri var, onlar sayəsində deyirəm bəlkə işıq mənbəyidir. Ancaq şüşələrdə işığı əks etdirdiyinə görə işıq mənbəyi olmaya bilər. Bunu siz müəlliminizdən dəqiq soruşarsınız və əmin olub yazarsınız. Fənər işıq mənbəyidir. Güzgü işıq mənbəyi deyil, əks etdirir. Ay əks etdirir. O sadəcə günəşdən gələn şüalarla, yəni işıq mənbəyi kimi görünə bilər, amma əslində əks etdirir. Alov işıq mənbəyidir. Çay işıq mənbəyi deyil, sadəcə işığı əks etdirir. Eynək də əks etdirir. Günəş isə işıq mənbəyidir. Səhifə 27, tapşırıq 2. İş vərəqi 2. İşığın yayılması. İşıq şüalarının necə yayıldığını müşahidə etmək. Bu fəaliyyətdir və siz fəaliyyəti evdə yerinə yetirib cavabları yazırsınız. Ləvazimat, ortasında deşiyi olan bərabər ölçülü 3 karton kağız, fənər, 6 ədəd paltar sancağı. Təlimat. Birinci addım, kartonlardan birini fənərin qarşısında təxminən 30 sm məsafədə sancağın köməyi ilə üfüqi vəziyyətdə yerləşdirin. İkinci addım, fənəri yandırıb elə yerləşdirin ki, deşikdən baxanda fənərin işığını görə biləsiniz. Üçüncü addım, birinci kartonun arxasından ondan təxminən 20 sm məsafədə ikinci kartonu yerləşdirin. Dördüncü addım, hər iki kartonu elə yerləşdirin ki, deşiklərdən baxarkən fənərin işığını görə biləsiniz. Üçüncü və dördüncü addımı növbəti kartonla təkrar edin. Səhifə 28, sual və tapşırıqlar. Sonuncu şəkildə fənərdən yayılan və gözünüzə düşən işıq şüasını çəkin. Fənərdən yayılan gözümüzə düşən işıq şüası düz bir xətt kimi olacaq. Fənərin işığı kartonlardan keçir və gözümüzə düz bir şəkildə çatır. Düz xətt çəkirsiniz. Kartonlardan birini 5 sm sağa çəkib işığı görüb görmədiyinizi müəyyən edin. Bu müşahidədən hansı nəticəyə gəldiniz? Əgər kartonlardan birini 5 sm yan tərəfə çəksək, deşiklər artıq bir xətt üzərində olmaz və işıq keçə bilməz. Bu da onu göstərir ki, işıq düz xəttli yayılır və maneə qarşısını kəsərsə biz onu görə bilmərik. Fənərin işığını görə bilmək üçün kartonları necə yerləşdirdiniz? Bunun səbəbi nədir? Kartonlardakı deşikləri tam bir xətt düz boyunca düzləndirdik. Bunun səbəbi işığın düz xəttli yayılmasıdır. Əgər deşiklər eyni düz xətt üzərindədirsə, işıq bütün kartonlardan keçərək gözümüzə çata bilər. Bugünkü dərsimizdən bu qədər dostlar. Hələlik.